sertifikatlaşdırma diferensial əmək haqqını real etdi. Bu o deməkdir ki, bir nümunə üzərində izah edeyim. Təsəvvür edin, eyni məktəbdə 3 müəllim işləyir, eyni fənni tədris edirlər. Hər birinin 18 saat dərs yükü var və iş stajları da eynidir. Əgər sertifikatlaşdırmaya qədər səriştəsindən, biliyindən, məsuliyyətindən asılı olmayaraq bu 3 müəllimin üçü də şərti olaraq 1000 manat maaş alırdısa, sertifikatlaşdırmadan sonra şərti olaraq 55 bal toplamış A müəllim 1350, 45 bal toplamış D müəllim 1100 manat, 25 bal toplamış, yəni sertifikasiyadan keçməmiş müəllim isə əvvəlki kimi şərti 1000 manatı alacaq ki, burada heç bir limit yoxdur ki, tutaq ki, 5 nəfər yalnız 35% toplaya bilər. Yəni, burada reyting yoxdur. Biz maraqlıyıq ki, bütün müəllimlərimiz 51 plus toplasın və hamısının maaşına 35% əlavə edilsin. Česká Karsiya prosesi müəllimlərin mənafeyinə xidmət edir, onların refah halını yüksəldir. Məktəbdə sağlam rəqabət yaradır, sağlam rəqabət isə çiyinləri üzərində inkişaf aparır.